Bütün şəhid analarının bayramını təbrik edirəm. Allah ballarının ruhunu şad eləsin. Mən bu günlərim Sənan qardaşımın həm anasını da dəvət edirəm, həm bacımızı da dəvət edirəm. Zəhmət olmasa. Ana buyurun. Mən belə bir fikrə gəldim ki, Sənan qardaşımın ailəsinə bu cürə bir xalça öz adımdan təqdim edeyim. Şəhid Həmidimizin anası bu dənə zəhmət kömək edir. Bacım, bu cürə fikrimdən belə keçdi, bu cürə sizə bir xatirə olaraq şəhid qardaşımın ailəsinə, onun həyat yoldaşına Sağ ol, var ol. 8 martımız mübarək olsun. Allah həyat yoldaşımızın ruhunu şad, məkanını cənnət eləsin. Allah səbir versin, dözüm versin. Allah güc qüvvət versin. Sağ olun şəhid anaları, qarşınızda hamımızın baş əyilər. Yəni, mənim də gücüm buna çatdı 8 Marta görə. Fikrimdən bu keçsin.